5 yaşlı Şirxanın taleyinə biganə qalmayan, amma vaxt ayırıb adam içində verilişini izləyə bilməyənlərin nəzərinə əməkdaşımız Nərgiz Tahirovanın süjetini çatdırmaq istəyirəm. O valideynlərinə qovuşa bildi mi? Süjetə baxaq və öyrənək. Uzaq bir məsafədə polislər tərəfindən adam içində verilişinin keçən buraxılışında valideynlərini axtaran 5 yaşlı Sirxandan söz açmışdıq. Xatırlayırsınızsa evdən qaçan, amma evinin harada olduğunu bilməyən Sirxan bir kişi tərəfindən tapılaraq 7-ci polis şöbəsinə gətirilmişdi. Polis isə uşağı sığınacağa təhvil vermişdi. Efir zamanı Sirxanın atası uşağın itməsində günahın özündə olduğunu bildirmişdi. Hətta verilişin sonuna az qalmış o öz uşağını gəlib götürməyi də istəmişdi. Yalnız ataya uşağı qaytarmadılar. Ataya bildirildi ki, yalnız polis vasitəsilə məsuliyyətsiz valideynlər öz övladlarına qovuşa biləcəklər. Uşağın ögey atası və anasının polisdə izahat yazdığından sonra nəhayət sığınacaqdan uşaqları özlərinə qaytarıldı. Yalnız valideynlərə bildirildi ki, müvafiq icra hakimiyyətinin komissiyasına və yetkili yaşına çatmayanlarla iş üzrə lazımi komissiyaya müraciət olunacaq ki, bundan sonra onlara nəzarət yetirilsin. Bəlkə bundan sonra onlar uşaqlarını bir də nəzarətsiz buraxmadılar. Çünki bu dəfə nəzarətsiz qalan uşağın taleyi daha acınacaqlı ola bilər.